Yeşaya 53-cü fəsil. Xəbərimizə kim inandı? Rəbbin gücü kimə zahir oldu? O, Rəbbin önündə bir fidan kimi, quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi. Gözümüzü oxşayan zahiri siması da yox idi. Adamlar ona həqarətlə baxıb rədd elədi. O, dərdli, xəstəlikləri görən insan idi. Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Bizsə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub istirab çəkdiyini zənn elədik. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi. Şər əməllərimiz naminə əzildi. Bizim əminamanlığımız üçün o cəza aldı. Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq. Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Ona zülm elədilər. O istirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qırxımçıların qabağında dilsiz qoyun kimi ağzını açmadı. Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. Onun nəsli haqqında kim düşünə bilərdi? Axı xalqımın üsyankarlığına görə o edam olundu. Dirilər arasından atıldı. O, heç bir zorakılıq eləmədiyi, ağzından yalan söz çıxmadığı halda qəbri pis adamların yanında quruldu. Dövlətli adamın yanında dəfn olundu. Amma Rəbb özü onun bu istirablarını istədi. Çəkdiyi əziyyətlər onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim eləyərsə, nəsil görəcək, ömür uzadacaq. Rəbbin istəyi onun əli ilə uğur qazanacaq. O çəkdiyi istirablarının bəhrəsini görüb qane olacaq. Mənim salih qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq. Onların şər əməllərinin yükünü üzərinə götürəcək. Buna görə mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o canını fəda elədi. Üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü. Üsyankarlardan ötürü yalvardı.